Salam, hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugünkü videomda sizə xəmiri sadəcə un, duz və su ilə yoğrulan çox ləzzətli, xırçıltılı, qozlu şirniyyatlar hazırlayıram. Xəmir üçün bizə lazımdır 2 stəkan, yəni 400 milli ilıq su, 1 çay qaşığı, yəni tam dolu olmayan 1 çay qaşığı duz əlavə edirik üzərinə. Bir ədəd iri ölçüdə yumurtanın da ağını sarısından ayırırıq. Yumurtanın sarısını üzərinə çəkmək üçün saxlayırıq. Ağını da xəmirə əlavə edirik. Və bunları yaxşı-yaxşı qarışdırırıq. Sadəcə qeyd etdiyim kimi 2 stəkan ilıqdan biraz isti su, tam dolu olmayan 1 çay qaşığı duz və 1 yumurtanın ağıdır. Bunları yaxşı-yaxşı qarışdırırıq. Daha sonra isə unu da hissə-hissə, yəni tədricən əlavə edərək yumşaq bir xəmir yoğururuq. Mən 780 qram undan istifadə etdim. 780 qram unda hər zaman videolarımda istifadə etdiyiniz və hal-hazırda masanın üzərində gördüyünüz 200 ml stəkan ölçüsü ilə 6 stəkan un eləyir. Amma unun növündən asılı olaraq ola bilər ki 2-3 yemək qaşığı artıq da un istifadə oluna bilər. Ona görə hər zaman un miqdarını əlavə edərkən hissə-hissə az-az əlavə edərək lazım olduqca əlavə edib xəmiri yoğurmaq lazımdır. Bir daha qeyd etmək istəyirəm, bu xəmirə istifadə edəcəyiniz su mütləq ilıq olmalıdır, yəni soyuq olmasın. Məsələn, adi mayalı xəmirlərdə istifadə edəcəyiniz, yəni istifadə etdiyiniz su və ya süd hansı istilikdə olursa, burada da, yəni bu xəmirdə də suyun istiliyi mütləq o cür olmalıdır. Xəmiri bir 8-10 dəqiqə müddətində yaxşı-yaxşı yoğurmaq lazımdır. Yumuşaq, ələ yapışmayan bir xəmir olmalıdır, amma xəmir mütləq yəni yumuşaq olsun, qətiyyən sərt olmalı deyil. Üzərini örtürük, elə masanın üzərində xəmiri bir 10 dəqiqə dinləndiririk, gözlədirik. 10 dəqiqə keçdikdən sonra xəmirimizi götürüb eyni bərabərdə olmaqla 3 hissəyə bölürük. Əvvəlcə biraz uzun sov şəkildə forma veririk xəmirə. Daha sonra isə eyni bərabərdə olmaqla 3 hissəyə bölürük və böldüyümüz hər bir hissəni də kündələyib, kündələri bir 15 dəqiqə gözlədirik ki, kündəsini alsınlar ki, rahatlıqla xəmir yayılsın. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, statuslarınızda, sosial şəbəkələrinizdə videolarımızın linkini paylaşmaqla kanalımızın böyüməsində mənə çox böyük dəstək olmuş olarsınız. Mənə dəstək olan hər kəsdən Allah razı olsun. Hər zaman videolarımı bəyənib, şərh bölümündə xoş sözlər yazan hər kəsə, bir daha hər bir izləyicimə buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Allah sizləri var eləsin. Dəyərli izləyicilərim, əgər Instagram səhifəniz varsa, Instagramda da Kəmalə Kərimli 82 yazaraq Instagram səhifəmi də izləməyə alıb, oradan da əl işlərimi izləyə bilərsiniz. Bir daha mənə dəstək olan hər kəsə, hər bir izləyicimə buradan ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Və xəmir öz kündəsini aldıqdan sonra bir-bir götürürük. Hər bir kündəni ayrı-ayrılıqda üzərinə altına un səpərək, iri plov boşqabı böyüklüyündə bunları yayırıq. Əvvəlcə 3 kündən 3-ünü də yayıb bir kənara qoyuruq. Daha sonra isə bunların aralarına, arı qatlarına səpmək üçün bizə qarğıdalı nişastasını da siz həm iri marketlərdən, həm də tort ləvazimatları satılan mağazalardan çəki ilə belə əldə edə bilərsiniz. Və gördüyünüz kimi 2 çay qaşığı dolu qarğıdalı nişastasından əlavə edirəm kündələrin arasına və 3 kündəni üst-üstə qoyuram. Bunu ona görə edirik ki, həm kündələr çox bir-birinə yapışmasınlar, həm də ki, xəmiri qəşəng xırçıltılı eləyir ona görə. Və gördüyünüz kimi hər bir kündənin arasına 2 çay qaşığı qarğıdalı nişastasından əlavə edirik, yayırıq və yaydıqdan sonra digər kündəni də üzərinə yerləşdiririk. Beləcə 3 kündənin 3-ünü də üst-üstə yerləşdirib başlayırıq iri bir kündə yaymağa. Yəni bunu tək-tək yaymaq sizə çətin gəlməsin deyə ona görə belə arı qatlarına nişasta əlavə edib birlikdə 3-ünü də birlikdə yayırıq. Yaydıqdan sonra və bu 3 kündəni yenidən bir-birindən ayırıb bir kənarda saxlayacağıq və başlayacağıq bu kündələrin arı qatlarına yağ çəkməyə. Gördüyünüz kimi 3 kündənin arı qatlarına nişasta səpərək 3 kündən üst-üstə yerləşdirdik və qəşəng yayırıq iri ölçüdə. 70 sm demək olar ki, mən ölçüdə yaydım. Yaydıqdan sonra demək biz bu kündələri bir-birindən ayırırıq.
Yəni kimə ki bir-bir kündə yaymaq çətindir, ona görə belə üst-üstə yerləşdirib rahatlıqla yaya bilərsiniz. Yaydıqdan sonra kündələri bir-birindən ayırırıq və bir kənarda gözlədirik. Burada mən bir səhv etdim, amma burada sizə deyəcəm, yəni həmin səhvi siz də etməyin ki, bu xəmiri hazırlayarkən əziyyət çəkməyəsiniz. Baxın, yaydıqdan sonra görürsünüz nişastanın köməyi ilə kündələr 3 kündədir. Üçü də bir-birindən çox rahatlıqla ayrılır. Sadəcə burada mən nə etdim? Götürdüm bunları, qatladım, qoydum bir kənara. Ona görə sonradan bu kündələri açmaq mənə biraz, yəni açıb üst-üstə yerləşdirmək mənə biraz çətin oldu. Xəmir sanki yapışırdı. Amma siz qatlamayın. Baxın, belə ayırdıqdan sonra oxlovun köməyi ilə götürün və digər bir masanın üzərinə elə bütöv şəkildə açıq vəziyyətdə kündəni sərin üzərində bir dəsmalla və ya bir süfrə ilə, salafanla örtün ki, qurumasın. Mən baxın belə qatladım. Qatladıqdan sonra mənə həqiqətən də onu açmaq biraz əziyyət oldu. Kündələr biraz da dartılıb enlənəcək deyə, ona görə mən masanın üzərindən taxtanı götürdüm və belə silikon süfrələr sərdim. Çünki xəmir biraz da enlənəcək, böyüyəcək, yəni taxtadan böyük olacaq ona görə. Gördüyünüz kimi, baxın, ilk kündəni açdım və bura ara qatına ev temperaturunda tam yumuşalmış kərə yağı çəkirəm. Amma mütləq yağı çəkərkən çalışın ki, yağ sanki krem halında olsun da, o qədər yumuşaq olsun ki, bunu rahatlıqla kündənin arasına çəkmək olsun. Günün altına yerləşdirin, öncədən çıxardın, bir radiatorun üzərinə qoyun ki, tam yumuşalsın. Ərinmiş yağ olmalı deyil. Sadəcə yumuşalmış, yəni krem halında yumuşalmalıdır. Çox rahat çəkilməsi üçün. Və bu 3 kündəni bir-bir görsünüz, üzərinə yağı çəkərək, yəni kənar hissələrinə kimi hamısına qəşəng yağlayırıq, spatula vasitəsilə yağ çəkirik və həmin bu xəmirləri üst-üstə yerləşdiririk və yenidən yağlayırıq. Son 3-cü qata kimi yağladıqdan sonra başlayıram biraz da darta-darta xəmirə sanki kvadrat forma verirəm. Baxın, belə kənarlardan da dartıram, çünki xəmir dairəvi formada idi. Kənar hissələrdən dartaraq kvadrat formaya gətirirəm, dördkünc formaya gətirirəm. Daha sonra isə qat-qat xəmirdə olduğu kimi xəmiri zərf formasında qatlayıram. Bir hissəsini qatladıqdan sonra digər hissəni də onun üzərinə gətiririk. Siz mütləq bunu yayarkən çalışın altına biraz artıq un səpin, un və ya nişasta səpin ki, alt hissəsi yapışmasın. Və baxın, gördüyünüz kimi eynən zərf formasında qatladıq. Mən burada bir dəfə də qatlayıram. Orta hissəsində məndə yağ var idi. Sizdə yəni yağ az olsa, yenə də həmin o yağ olmayan hissəyə mütləq yağ çəkmək lazımdır. Və üzərini örtürəm. Hansı ki qabın içərisinə bu xəmiri yerləşdirəcəksiniz, onun alt hissəsinə mütləq un səpin ki, alt hissəsi qaba yapışmasın. Bir salafanın içərisinə yerləşdirirəm və 15 dəqiqə buzluqda 15 dəqiqədən sonra götürürük, soyuducunun buzluq olmayan adi gözündə də bir 25 dəqiqə saxlayırıq. Ümumilikdə bu xəmir tam 40 dəqiqə müddətində soyuducuda qalmalıdır. Qeyd etdiyim kimi əvvəlcə 15 dəqiqə buzluğa yerləşdiririk, yəni soyuducunun dondurucusuna, daha sonra isə götürüb alt gözünə, yəni buzluq olmayan gözündə 25 dəqiqə saxlayıb, daha sonra isə götürürük. Un səpərək yayırıq. İçlik olaraq mən 80 qram qoz ləpəsi, 2 yemək qaşığı şəkər tozu və yarım çay qaşığı da vanildən istifadə etdim. Əvvəlcə qoz ləpəsini rondodan keçirtdim, üzərinə şəkər tozu və vanil əlavə edib qarışdırıb bir kənarda gözlətdim. Xəmiri bu cür yaydıqdan sonra gördüyünüz kimi baxın tən orta hissədən kəsirik və kəsdikdən sonra hər bir hissəni də bu cür qatlayırıq. Burada artıq mütləq baxın, yəni göz yaddaşı lazımdır. Yəni danışmağa ehtiyac yoxdur məncə. Gördüyünüz şəkildə qatladıqdan sonra xəmirin bir hissəsinə hazırladığım bu şirin qoz içliyindən əlavə edirəm və yarısını da digər xəmir üçün saxlayıram. Və bu cür əlavə etdikdən sonra xəmiri yenidən qatlayıram. Qatladıqdan sonra baxacaqsınız ki, biraz qalın olur. Çox qalın qalmasın deyə ona görə mütləq üzərindən oxlovla biraz yayıb incəltmək lazımdır. Lap çox incəltmirsiniz, biraz üzərindən amma yaymaq lazımdır. Daha sonra isə bir bakal vasitəsilə baxın belə aypara formasında xəmirdən kəsirsiniz və yığırsınız. Digər qalan xəmiri də eynən bu üsulla hazırlayıb və məsafəli şəkildə listimizə düzüb bişiririk. Nəticədə də üzəri xırçıltılı, içərisi qat-qat çox ləzzətli şirniyyatlar alınır. Bunu siz hətta istəsəniz duzlu içliklə də hazırlaya bilərsiniz.
Xəmiri qatlamamışdan öncə, baxın, belə bu cür qatlamadan öncə içliyi hətta səpib daha sonra da qatlaya bilərsiniz ki, içərisindən tökülməsin. Yəni mən bu cür etdim, siz istəsəniz o cür də edə bilərsiniz. Və yenə də qalan içliyi də əlavə edirəm. Yenə də xəmiri üzərinə qatlayıram və aypara formasında kəsirəm. Bu reseptlə bir list dolu və digər ikinci listində yarısından, yəni bir list yarım şirniyyatlar alınır. Sobanda öncədən yandırıram. Xəmir yağlı xəmir olduğu üçün, yəni demək olar ki, qat-qat xəmir kimi tərkibində yağ olduğu üçün ona görə mütləq əvvəlcədən sobanı 200 dərəcədə isidirəm. Öncə bir 10 dəqiqə, 15 dəqiqə 200 dərəcədə bişirirəm ki, yəni yağını çox çıxarmasın, yağı canında qalsın. Daha sonra isə bir 15 dəqiqədən sonra 170-180 dərəcəyə endirirəm. Ümumilikdə bir 40-45 dəqiqə müddətində bişirib götürürəm. Həm qəşəng qatları alınır, həm də ki, içərisi çox gözəl bişir. Üzərinə çəkmək üçün də bir yumurta sarısına bir çay qaşığı duru yağ əlavə edib qarışdırıb üzərlərinə çəkib, qeyd etdiyim kimi 40-45 dəqiqə müddətində bişirirəm. Yenə də qeyd edirəm, yağlı xəmir olduğu üçün mütləq əvvəlcə yəni dərəcəsi yüksək olan sobaya qoymaq lazımdır ki, öz yağını çıxarmasın. 200 dərəcədə 15 dəqiqə bişirdikdən sonra sobanın dərəcəsini aşağı salırıq. 170-180 dərəcə arasında tam 40-45 dəqiqə müddətində bişiririk ki, içərisi xəmir qalmasın, həm içliyi qəşəng bişsin, həm də qatları alınsın. Xəmir qalmasın, qəşəng xırçıltılı olsun və budur. Şirniyyatlarımız bişib hazır oldu. Baxın, bu da gördüyünüz kimi qatlarıdır. Çox gözəl alınıb. Qeyd etdiyim kimi bu xəmiri siz duzlu içliklərlə də hazırlaya bilərsiniz. Amma duzlu içliklə hazırlasanız xəmirə bir çay qaşığı yox, çay qaşığı yarım duz əlavə edin. Mən burada şirin içlik olduğu üçün xəmirə dolu olmayan bir çay qaşığı duz əlavə etmişdim. Siz amma duzlu içliklə, yəni məsələn qiymə ətlə hazırlasanız, kəsmi ilə hazırlasanız, onda bir çay qaşığı yarım duzdan istifadə edə bilərsiniz. Görürsünüz necə xırçıltılıdır. Qatları da hamısı tək-tək sayılır. Hətta soyuyandan sonra səhəri gün bıçaqla belə kəssəniz görəcəksiniz ki, qatları tək-tək hamısı bilinir. Bugünlük bu qədər dəyərli izləyicilərim. Ümid edirəm ki, videomu bəyəndiniz. Əgər bəyənsəniz, yaxınlarınızla paylaşmağı, videonu bəyənməyi unutmayın. Göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.